Mən özüm, qadoza varam sizin, mən özüm Şirvanlıyam. Şirvan tarixində gözəl bilirəm. Araşdırmışam. Yəni Şah İsmailin Şamaxı da, nə bilim mən Bakıda, yəni ümumiyyətlə Şirvanda, nəinki Şirvanda, Azərbaycanın heç bir bölgəsində mülki əhaliyə qarşı heç bir hərbi əməliyyatı olmayıb. And olsun Allaha. Şah İsmailin Şamaxıda qırğın törətməsinə dair bircə dənə dəlil gətirən olsa 1000 manat pul verəcəm. Bir adam mənə dəlil gətirsin ki, Şah İsmail Şamaxıda, nə bilim Çabanıda və ya filan yerdə dəlil gətirsin ki, qırğın törədib. Dəlil yoxdur, qardaş. Həmin dəlil nədir? Bax, bu kitabdır. Bakı 1501 romanı. Bu, dostlar, romandır. Romanlar tarixə dəlil deyil. Baxın, tarixi roman. Heç bir dəlil yox, heç bir mənbə yox. Başa düşürsünüz? Yəni, bu tarixi romandır. Tarix kitabı deyil. Tarix kitabı, məsələn, baxın, tarix kitabı budur. Bax, misal olaraq göstərirəm. Bax, burada, aşağıda, bax, görürsünüz, mənbələri qeyd edilib. Bax, tarix kitabı budur. Daha sonra, tarix kitabı, bax, budur. Türkiyədən sifariş vermişəm. Tufan Gündüzün kitabıdır. Bax, yazır. Axırda da mənbələri, baxın, qaynaqlar. Görürsünüz? Akademik tarix kitabı başqa şeydir. Roman başqa şeydir. Yəni, romandan dəlil gətirmək, belə deyək də, çayxanadan dəlil gətirmək kimi şeydir. Gedirsən, çayxanada bir söhbət eşidirsən, sonra gəlib onu tarixi qaynaq kimi danışırsan ki, bəs çayxanada filan kəs filan söz dedi. Qardaş, Bakı 1501 kitabı romandır. Roman, tarixi roman. Əyləncə üçün yazısının təxəyyülü ilə yazılmış bir əsərdir. Roman, tarixi roman.